Mənimlə işləyəndə özünüzü xatırlayırsınız, ona görə sakitlik tapırsınız. Allah sizi nəzərində saxlasın daima. Allah bizi həmişə nəzərində saxlayır, biz onu nəzərimizdə saxlamalıyıq. Gözəl söhbətlər edirsiniz. Aliyə xanım, çox sağ olun. Biz sizi həqiqətən sevirik. Mən də sizi sevirəm. Axşamınız xeyir. Qadın enerjimizi necə qaldıra bilərik? Əla. Çox qəşəng sualdır. Baxın əzizəm mənim. Biz yaradılışdan bizim enerjimiz maksimumdur. Biz doğulanda bizdə hər şey var. Sonra bizə öyrədirlər ki, yox, sən qorxmalısan, sən burada düz eləmədin, səhv elədin. Başlayırlar bizi tənqid eləməyə, bizi qorxutmağa, bizi idarə eləmək üçün xoş olmayan sözlər deyirlər, davrana bilmədən. Böyüklər də bunun fərqinə varmırlar, onlara da elə davranılıb. Sonra bizim enerjimiz nə vaxt düşür? Bax, bu suala cavab verməliyik ki, biz deyirik enerjimizi qaldırmaq üçün qadın enerjimizi nə etməliyik? Enerjimizi düşürən şeyləri götürməliyik. Çünki bizim təbii halımızda bizim enerjimiz superdir. Onu xüsusilə qaldırmağa ehtiyac yoxdur. O şərtdə ki, yəni bizim təbii halımız elədir. Enerjimizi nə salır? Şikayət, qorxular, tərəddüdlər, şübhələr, kin-küdürət, nifrət. Yəni bütün negativ duyğular enerjimiz, yəni ora xərcləyirik enerjimizi. Sağ qalmaya, mübarizəyə, haqlı olmağa, davaya, qorunmağa əslində. Biz də başa düşürük də, artıq məni izləyirsinizsə, kurslarımdasınızsa, artıq başa düşürsünüz ki, bu dünyada qorunacaq heç nə yoxdur. Çünki təhlükə yoxdur. Təhlükə hardadır? Ancaq bizim düşüncəmizdə. Burada təhlükə varsa, reallıqda var. Burada təhlükə yoxdursa, reallıqda biz onu görmürük. Rastlaşmırıq. Görsək də bizə təsir eləmədən keçir, gedir. Məsələn, bugün Ukraynalılarla işləyirik, orada necə müharibə gedir. Elə qızlar var ki, onlara aidiyyatı yoxdur. Elə bir ərazidə yaşayırlar, hə, ölkədə çətindir vəziyyət. Ancaq deyir ki, o qədər sevgi üzərində işləyirlər ki, deyir, bizə onu hiss eləmir, deyir, bir bizə aid deyil. Bu belə bir şeydir. Ətrafınızda hər kəs pis olsa da, siz sevgidə olanda sanki sizə aid olmur o hisslər. Mən o qədər xoşbəxt idim, diyetimdə idim. Bir nəfər gəlib mənim tamam soyutdu. İlahə Hacıyeva. Bir şeyi də bilin, əzizlərim mənim. Bu dünyada, yer kürəsində və planetdə heç kim gəlib sizə təsir eləyə bilməz. Heç kimin elə bir gücü yoxdur. Əgər bir insan sizə təsir eləyirsə, siz o təsirin olunmağına razılıq verib bunu istəyib qəbul eləmisiniz. Siz bir şeyi qəbul eləməsəz, heç kimsə heç nə eləyə bilməz. Sizin mən çox xoşbəxt idim, diyetimdə idim, bir nəfər gəldi, tamam soyutdu məni. Bir nəfər sizə necə təsir eləyə bilər ki, sizin icazəniz olmadan? Siz onun davranışını mənalandırdınız və mənalandırdınız öz zərərinizə. O insan səhvdir, yox. O istədiyini eləyə bilər. Dünyada insanlar istədiklərini eləyir. Siz hansı mənanı verirsiniz? Yəni, bütün insanlığın əsası sevgidir. Əgər bir insan sevgidə deyilsə, sevgi nədir? Qəbulda, mərhəmətdə deyilsə, o deməkdir o insan özündə deyil. Nə vaxt özündə deyil? Ağrı acıda olanda. Nə vaxt ağrı acıda olur? Özü haqqında mənfi düşünəndə, insanlar haqqında mənfi düşünəndə, yəni qorxuda olanda. Niyə qorxuda olur? Düşünür ki, özünü qoruyur. Yaradılışda da belə bir şey var. Sən özünü ancaq öz düşüncələrindən qoruya bilərsən. Kimisə düşmən adlandırsansa, insan özünü düşmən adlandırır. Çöldə başqa düşmən yoxdur. Çöldə başqa güc yoxdur. Biz sevgi, biz yaradılışdan sevgi. Bu nə deməkdir? Allah da sevgidir. Biz onun nəfəsiyiksə, bizdə Allahdan qüdrətli nəsə var, Allaha zərər verə bilən hansısa qüdrətli güc var? Yox. Bizi də Allah yaratdığına görə bizə də zərər verəcək elə bir güc yoxdur. O gücü biz özümüz uydurub yaradırıq, sonra o ilə savaşırıq. Məsələ budur. Əgər kimsə sizə təsir eləyirsə, o insan güclü deyə sizə təsir eləmədi. Siz razılaşdınız deyə sizə təsir elədi.
Siz bunu istədiniz. Orada baxın ki, mən niyə razılaşdım? Gülnar xanım nə yazır? Dediklərinizə əməl etdikcə yoldaşım deyir ki, sən nə cür istəsən elə olsun. Mükəmməl. Gülnar xanım hal-hazırda dəyərli qadın kursu gedir. Orada indi 7 dərsi paylaşdıq. 7 dərs öz üzərimizdə işlədik. 8-ci dərsdən kişini öyrənməyə başlayırıq və ona bax necə olsaq o istəyər ki, bizim istədiyimizi eləsin. Artıq sizdə o alınıb. Mükəmməl. O birisi də nədir? Əslində biz təbii halımızda olanda biz hər şeyi doğru eləyirik. Biz doğru olmur, yəni istədiyimiz kimi olmur. Biz təbii halımızdan çıxanda, Allah bizim yaratdığı halından çıxanda olmur. Və normalda siz təbii halınıza gələn kimi hər şeyi düzgün eləyirsiniz. Yəni özünüzü xatırlayırsınız. Normalda hər kəs hər şeyin necə olacağını daxilində bilir. Nə vaxt eləyə bilmir, nə vaxt problem çıxır. Qorxularda olanda, özünə aid olmayan şeyləri həqiqət biləndə. Bu çolkamı bir belə düzəldim, mənə narahat eləməsin. Çox sevindim sizin üçün. Sevdiyim insan mənə çox soyuq davranır, önəmsəmir məni. Siz sevdiyiniz insanı niyə həyatınızın mərkəzinə qoymusunuz, ona görədir. Münasibətə girəndə əzlərim mənim. Əgər qadın özünü unudursa, itirirsə özünü, qarşı tərəf neyiniyim ki, məni sevsin, məni seçsin, ona xidmət eləməyə, ondan gözləməyə başlayırsa, bunda da nə vaxt başlayır? Ehtiyacda olanda, ondan bir şey umanda, ay mənə xoş söz desin, ay mənə sevgi versin, diqqət versin, ehtiyacdan gedirsiniz. Ehtiyacdan girdiyiniz hər şeydə əvvəlcədən uduzmusunuz, onu bilin. Elə qadın var ki, deyir ki, münasibətə girəm ki, gəlib mənim maddi problemlərimi həll eləsin, pul versin, məni saxlasın. Elə qadın var, deyir ki, məni sevsin, diqqət versin, o demək ki, anam atam olsun. Ehtiyacdan, möhtaclıqdan, eşidin məni. Girdiyiniz hər münasibətdə əvvəlcədən uduzmusunuz. İstədiyinizi verməyəcək. Elə oradan sizi vuracaq. Tutaq ki, istəyirsiniz ki, məsələn, soyuq davran, bu sizi incidirsə, əslində siz ondan istiliyi gözləyirsiniz. Və onu gedirsiniz, möhtac kimi istəyirsiniz. Heç kim, sizin özünüzə biri gəlib möhtac sizə nəsə istəyəndə xoşbəxt olursunuz, yox. Xilaskar qadınlar bunu eləyirlər əslində, amma orada da heç bir xoşbəxtlik yoxdur. Hansı xilaskar qadını xoşbəxt görmürsünüz? Heç kimin. Dediyim kimi, bütün problemlərin kökü də oradadır ki, insan öz kimliyini bilmir. Kim olduğunuzu bilməyəndə başqasının sizi tamamlamağını istəyirsiniz. Sanki o sizə davranırsa, mehriban davransa, istiliyi göstərsə, siz düşünürsünüz ki, mən dəyərli olacağam, mən önəmli, mən sevilən olacağam. Bu yalana girirsiniz. Çünki düşünürsünüz ki, o verməzsə mənə sevgi, mən sevgisizəm də, yəni başqa kim versin, mənim sevgim yoxdur. Bu təməldə belə deyil. Əgər sevginizi və yaxud da başqa bir istəklərinizi, daxili ehtiyaclarınızı duyğusal olaraq başqa birindən gözləyirsünüzsə, oradan da incinəcəksiniz. Çünki orada deyil. Siz normalda paylaşmaq üçün girəndə odursunuz. Yəni istədiyiniz olur. Siz ehtiyacdan girəndə qarşı tərəf də sizə uyğun insandır axı, o da ehtiyacdan gəlir. Və iki ehtiyacda olan insan birləşir, bir-birindən tələb eləyirlər, təzyiq eləyirlər, pretenziya, narazılıq, bir-birindən sən səhvsən, o deyirsənsə sən vermədin, sən soyuqsan. İndi siz deyirsiniz ki, oğlan soyuq davranır. Bu dəqiqə oğlana sual verim ki, niyə soyuq davransan? Deyəcək ki, o da mənə filan şeylər vermir. Salam, nə gözəl danışırsınız. Necə davranım ki, o çabalasın, bu niyyəti dəyişin. Siz yenə də bax, o çabalasın, o yenə ağrıdan danışırsınız, yenə əziyyətdən danışırsınız. Siz bir insana nə deyirsinizsə, bir şey bilin ki, siz onu özünüzə deyirsiniz. Siz elə bir özünüzə deyirsiniz ki, mən neyiniyim ki, orada mən onun üçün çabalayım. Bu niyyəti qoyursunuz. Nə alacaqsınız? Deyir, niyyətin nə, alacağın o. O elə eləyəcək ki, siz ömrü boyu çabalayacaqsınız onun üçün. Onun gibi niyyət qoyanda düzgün baxırıq. Yəni yaradılışın qanunları var da, biz onları başa düşdük, düşmədik, bildik, bilmədik, onlar işləyirlər. Sizin niyyətiniz odur ki, mən xoşbəxtəm, mən öz xoşbəxtliyimi tapmalı. Onu da dediyim kimi də çöldə deyil o. Sizin dəyəriniz çöl dünyaya bağlı deyil. Bütün insanlar, qadınlar əziyyət çəkirlər.
Hamısı. Çünki elə bilirlər ki, dəyərləri çöldə. Pulum olacaq, mənə sevəcəklər, dəyər verəcəklər, hörmət eləyəcəklər. Biznes quracam, uğurlar qazanacam, diplomlarım olacaq, mənə deyəcəklər, bu nə dəyər, nə yüksək, bu nə qəşəngdir. Xarici ölkələri gəzəcəm, baxalı yerlərdə gəzəcəm, baxalı brendlər giyinəcəm, hamı mənə deyəcək, bu çox dəyərli qadındır. Bu bilirsən ki, buna hörmət, dəyər olacaq. Yoldaşım məni sevsin, uşağım olsun, o olsun, bu olsun, mən dəyərli, hörmətli olacaq. Belə yanaşan heç kim, bir nəfər belə tapa bilməzsiniz ki, desin ki, mən istədiyimi aldım, pulumda oldu, uğurumda oldu, kişi də oldu, o məni istədiyimi verdi. Çünki dəyər orada deyil. Olmayan yerdə axtardığınız şey xəyal qırıqlığıdır, üzüntüdür. Pul önəmlidir, pul vacibdir, pul gözəl bir şeydir. Amma dəyəriniz orada deyil. Pulum olacaq, mən dəyərli olacam, pulunuz olacaq, dəyərli olmayacaqsınız. Və daim tutaq ki, deyəcəksiniz ki, 5.000'im olsun, dəyərli ola. 5.000 gəlir, görücü dəyərli yox, boşluqdur. Deyəcəksə 10.000'im olsa, 10.000 gəlir, yox, 100.000 və o pulun yəni ki, limiti yoxdur. Siz daim daha çoxunun dalınca ömrünüzü itirəcəksiniz dəyər hiss eləmək üçün. Çünki içinizdə dərin boşluq olacaq. Və siz başa düşməlisiniz ki, pulun başqa funksiyası var. Sizin dəyəriniz orada deyil. Və yaxud da kişidə eyni şeydir. Kişi gələcək, mən dəyərli olacam, seviləcəm. Kişi gəlir və göstərir ki, mənim gəlməyim səni dəyərli eləmədi. Çünki sənin dəyərin məndə deyil. Mən səni paylaşa bilərəm, içindəkini böyüdə bilərəm. Amma mən gəlib səni dəyərli elə bilmərəm. Çox sağ olun, çox gözəl danışsınız. Əladır ki, yəni onu qəbul edirsiniz. Nədir də bu dəyər xanım? Onu dərslərdə keçirir. 365 günlük sevgi möcüzəsi dərsinə gəlirsiniz, orada dəyərinizi bilirsiniz. Çünki o bir kəlmə ilə mən dəyərliyəm, mənim özümün içində yaradılışınızı tanımadan, yaradılışınızı tanımaq üçün də yaradılışla bağlı qorxularınızdan çıxmalısınız. Sizin hal-hazırda dəyərli bildiyiniz şeyi şüuraltınız hal-hazırda təhlükə olaraq kodlayıb. Ona görə ora girə bilmirsiniz. Mahirə xanım gəldi. Mahirə xanım, yazın Mahirə xanıma kursa qoşulmaq üçün. Baxın, siz deyirsiniz ki, dəyərli olduğunuz özünüzlə bağlıdır. Yaradanınızla bağlıdır. Amma niyə oradan dəyər ala bilmirsiniz? Çünki orayla bağlı bloklarınız var, ağrılarınız var. Və onlar təmizlənməsə siz ora girə bilməyəcəksiniz. Düşünün, sizə deyirəm ki, sənin xoşbəxtliyin filan şeydədir. Amma sənin şüuraltın həmin şeyi ağrı ilə kodlayıb, əzabla kodlayıb. Mən desəm də sən ora girə bilməyəcəksən. Girə bilsəydin, girərdin indiyə qədər. Axtarırsan, görsən başqa yerlərdə boşuna axtarmırsan. Çünki orada zədəm var, orada blokum var, orada ağrım var, orada travmam var. Ona görə ora girə bilmirsən. Orada mənfi inancların var. Oranı şüuraltın təhlükə kodlayıb. Sənin xoşbəxtliyin, sevincin, huzurun, rahatlığın, sülhün, barışın olan yer şüuraltında təhlükə olaraq kodlanıb. Sənə zərər verir ki, deyə kodlanıb. Ona görə girmirsən. Düşün də, sənə lazım olan şeyi başqa yerlərdə axtarsan, orada yoxdur. Olan yerə də girə bilmirsən. Ona görə onu təmizləməlisən ki, sən oradan istədiyini ala biləsən. Məsələn, bir qadın bitirmişəm deyir, amma tam bitirmir, görüşür, danışır. Bu nə deməkdir? Yetkin qadın deyil də. Əgər bir qadın bitirmişəm deyir, bitirə bilmirsə, daxilində konflikt var. Yetkin hissəsi deyir ki, bu münasibət mənə zərər verir, bu münasibət mənə uyğun deyil. Bitirmişəm cümləsini qurursa o deməkdir ki, mən əslində bunun davam eləməyini istəmirəm. Amma bir tərəfi də buraxa bilmir. Buraxa bilməyən tərəf yetkin tərəf deyil, travmalı tərəfdir, uşaq tərəfdir. Orada məntiqi olmayan tərəfdir. Duygusal asıllığı var. O deməkdir ki, o uşaq ya atasını ya anasını görüb həmin adamda. Onlardan ala bilmədiyi nəyisə həmin münasibətdən alıb travmalıdır deyə görürsünüz, orada ilişir qalır. Çünki alacağı yer ora deyil. Yanlış yerə girib, ona görə də orada ağrıyır. Və oranı buraxa bilmir.
Çünki əslində orada travmadır. Orada sevgi yoxdur, orada hörmət yoxdur, orada ağrı var. Və ağrıdan aldığı o balaca ehtiyacı nədirsə o var. Və daxilindəki konflikt onu çox incidir. Bir tərəfi deyir ki, bu münasibət mənə uyğun deyil. Digər tərəfi də deyir ki, mən buradan çıxa bilmirəm. Çünki buradan aldığım şeyi başqa yerdən ala bilmirəm. Hardan alacağını da bilmir. Çünki alacağı yer dediyim kimi təhlükə olaraq kodlanıb. Amma oradan da heç vaxt ala bilməyəcək. Orada elə asılı olacaq. Kişi də baxır o qadına, görür ki, bu sağlam deyil. Çünki kişi qida istəyir qadından. Kişinin istədiyi qadına əsas şeylər var. Bir, kişiyə inamdır. Baxın, bütün münasibətlərdə harda ki, kişi-qadın mübarizəsi var, onlar bir-birindən narazıdırlar. İndi dediyim 3 şey yoxdur, qadın onu verə bilmir. Niyə? Çünki özündə ala bilməyib, ata-anadan travmalıdır. Bir, inamdır, kişinin gücünə inanmaqdır. 2, kişini qəbul eləməkdir. Və kişini deməkdir ki, mən görürəm sənin uğurunu. Onu ona deməkdir. Bunu qadın verə bilmirsə, kişi qidalanmır. Bu təməldir. Və kişi neyniyir? Əslində onun içinə hörmət də daxildir, o kişiyə hörmətdir. İndi hörmət deyəndə başa düşürəm nə deməkdir hörmət? Çünki insanların çoxu, qadınların çoxu elə bilir ki, mən onun naskisini yuyuramsa, 5 dənə uşaq onun üçün dünyaya gətirmişəmsə, səhərdən axşama kimi ona fədakarlıq edəmsə, bu hörmətdir. Xeyr, əzizlərim, bu hörmət deyil. Hörmət daxildə sülh olaraq o kişiyə də o sülhü ötürə bilməkdir. Yəni, mən səninlə müharibədə deyiləm. Mən səni dəyişdirməyə çalışmıram. Mən sənə demirəm ki, başqa cür ol, məni istədiyim kimi ol, sənə pretenziyamı. Çünki kişini normalda baxır, tanış olurlar, hər şey əladır. Sonra başlayır içindəki o qaynar vulkan püskürməyə. O da kişidən bağlı deyil, anadan, atadan gətirdiyini orada yansıdır. Və düşünür ki, problem kişidədir, başlayır onunla dalaşmağa. Kişidə də eyni qaydadadır. Sadəcə qadının içində elə bir güc var ki, qadın kişini yönləndirə bilir. Qadın kişinin şuuraltı proqramlarını dəyişə bilir. O qədər güclüdür qadın. Pisi də odur ki, qadının o deyir, tərsi də pisdir. Qadın çox gözəl yaradır, necə ki, övladı dünyaya gətirir. Düşünün ki, bir insan dünyaya gətirir. Pisi də odur ki, çox pis dağıdır qadın. Özünü dağıdır, daxili huzurunu dağıdır, uşaqlarının həyatını, psixikasını məhv eləyir, yoldaşının pulunu, onun bütün kişiliyini məhv eləyə bilər, ailədə bütün xaos yarada bilər, dünyaya belə təsir eləyir. Ona görə qadın şəfalıdırsa, dünya şəfalıdır. Qadında problem varsa, bütün dünya ondan təsirlənir. Elnur xanım, çox sağ olun. Həmin qadını necə yola gətirmək olar, mümkündür sizdən. Nə olsun istəyirsiniz Samir? Yola gətirmək deyəndə nəyi nəzərdə tutursunuz? Neynəsin? Nə olsa siz deyərsiniz ki, hə, bax, mən istəyirəm belə olsun. Nədir istədiyiniz? Süpersiz, sağ olun. 3 kişini təriflə ilan. Yalandan sözdə yox, əzdə mənim. Sözdə o qədər insan eləyir ki, 2 gün, 3 gün. Burayla eləyəndə işləyir. Qəlbən. Bəzən heç sözə də ehtiyac olmur. Baxırsınız ona. Artıq o özü inanır. Kişini qəbul eləmək sözü var. Hər şeylə. Çünki kişi həmişə, qadından çoxu gözlür ki, kişi həmişə uğurludur, varlıdır, pulludur, super nastreniyadır, bayramdır. Yox, əzizlərim mən. Bütün uğurlu kişilərin elə günləri olur ki, adam deyir ki, bunun üzünü görmə. Düşündə çöl dünyada o qədər stresli, gərgin olurlar ki, evə gəlirlər, bilsən də belə qadın neynəməlidir, onu sakitləşdirməlidir. Düşünün, qadının içində narazılıq var, kişi gəlir partlayaraq. Qadın da 10 qat oynan partlayır. Sonra deyir ki, bu kişi niyə belə elədi? Halbuki qadın vəzifəsi onu sakitləşdirməkdir. Sakitləşdirmək üçün də onu qəbul eləməlidir. Hər şeylə. Onu qəbul edə bilməsi üçün qadın özünü qəbul eləməlidir hər şeylə. Özünü qəbul edə bilməsi üçün qadın valideynlərini qəbul eləməlidir hər şeylə. Yaradılışı qəbul eləməlidir hər şeylə. Kişi nəticədir, son nəticə. Uşaqdır, kişidir, bunlar biznesdir, son nəticə. Onun kökü var, təməli var. Valideynlər, uşaq özü, böyüdüyü cəmiyyət, başda da özü. Burada problem varsa, bura qaynayaraq gəlibsə münasibətə, yazıq olduğun uşaqları o kişidən də nə gözləyirsiniz?
və yaxud da işə gedəcək, işdə nə olacaq, pulda nə olacaq. Hər şey üzdən göründüyü kimi belə çox sadə bəsit deyil əzdən mənim. Çox gözəl dediniz, var olun. Allah səni sevdi. Sağ olun. Ayşə xanım, bəs xanım deyək ki, travması yoxdur, qurban rolunda da deyil, kişi narsist xarakterlidir. Ay, əzlərim mənim. Baxın, qadın əziyyət çəkirsə, bu nəyi göstərir? Kim əziyyət çəkir? Narsist nə edir? Normalda ən böyük narazılığı qadın nə deyəcək? Məni dəyərsizləşdirir. Dəyərli qadını kimsə dəyərsizləşdirə bilər. İndi bir dənə gözünüzün qabağına gətirin ki, bir özünə dəyər verən, özünə hörmət eləyən, özünün sərhədlərini bilən, özünə mənfi heç nəyə deməyən bir qadın. Heç kimdən asılı olmayan, heç kimi itirməkdən qorxmayan, heç kimə möhtac olmayan qadın. O qadına kimsə zərər verə bilər? İcazə verər o qadın? Yox. Əgər narsist birincisi hardan bilirsiniz? Onun mütləq bu bir diaqnozdur əzizəm mənim. Bunu ya psixoloq, ya psixiatr, bunu mütəxəssis qoyur. Bunu mən 3 dənə video baxdım. Kişimdə 2 dənə cümləni belə dedi, xoşuma gəlmə. Orada mən belə elədim, все damğaladım. Bu elə bir şey deyil. Bunu birinci diaqnoz qoymaq üçün həqiqətən də gedirsiniz mütəxəssis ona diaqnoz qoyur. İkinci, yox, mən əlayam, mənim heç bir travmam yoxdur, amma kişim narsistdir. Sizin onun yanında nə işiniz var? Sizə biri əzab verirsə, o deməkdir ki, siz cəzadasınız. Əziyyət vermək nə deməkdir? Mənə cəza verirlər. Kimə cəza verirlər? Özünü günahlandırana cəza verirlər. Dəyərli birini heç kim dəyərsiz eləyə bilməz. Başa düşdünüz? Qurban olmayan birini heç kim incidə bilməz. Yəni incidə bilməz nədir? Tutaq ki, birinə dedilər sən beləsən, sən onu eləyirsən. Özünə dəyər verən insan birinci deyəcək ki, sən mənimlə belə danışa bilməzsən. Mən sənə icazə vermirəm. İkinci bir dəfə deyəcək. İkinci dəfə də üzünü çöndərib çıxıb gedəcək. Sən mənim həyatımda ola bilməzsən, çünki mən bu eşitmək, bu mənə uyğun deyil. Əgər bir insan deyirsə ki, mən möhtacam, ya deyəcək möhtacam, pulum yoxdur, evim yoxdur, uşaqlarımız var, məni atam zorla verdi. Yəni orada hardan baxsaz qurban rolu çıxacaq. Kişi qadını əzirsə, əzizlərim mənim. Qadın kişiyə nifrət eləyir. %100 sizə deyirəm bunu. Bir kişi sizə hörmət eləmirsə, sizi sevmirsə, sizin içinizdə o kişiyə qarşı nifrət var. O kişiyə deyil amma nifrət. Daha dərinə gedin. Ananızın atanıza olan nifrətidir. Oradan götürmüş. Orada bir proqram var, orada bir inanc var. Kişilərə güvənmək olmaz, kişilər əzir, kişilər təhqir eləyir, qadın dəyərli deyil, ya da mən niyə qız olaraq doğulmuşam, qız olmaq haqqım yoxdur, atam mənim qadınlığımı qəbul eləməyib, qardaşım mənim qadınlığımı, anam mənim qadınlığımı, yəni ailədən məni qəbul eləməyiblər. Gəlmişəm yad bir kişi, hə, məni sevdi, necəsə oldu, evləndi, indi də məni qəbul eləsin gözləyirəm, mənə hörmət eləsin gözləyirəm. Daxildə ailədən gələn ona hörmət yoxdursa qadının özünə, qadın özünə hörmət eləmirsə, kişi sadəcə güzgüdür. Kişi sadəcə göstərir ki, sənin içində bax, hansı proqram var. Xoşuna gəlmir, məni dəyişəcəksən, mən gedəcəm, başqası gələcək, yenə sənə eyni duyğunu yaşadacaq. Eyni senarini sən özün özünə yaşadacaqsan. Məsələ kişidə deyil, məsələ daxili proqramdadır. O proqram dəyişəndə siz elə insanlar sizin yanınızda qala bilməz. Siz ona icazə verməyəcəksiniz. Heç dinləməyəcəksiniz, heç bu mənə uyğun deyil. Razılaşmayacaqsınız. Hansı hörmətsizlikdən, hansı dəyərsizlikdən söhbət gedə bilər? Siz nə yaşırsınızsa, siz onunla razılaşırsınız. Hər gün səhər yuxudan durursunuz, başınıza nə gəlsə, siz onunla razılaşmısınız. Siz razılaşmadığınız bir şey sizin həyatınızda ola bilməz. Hə, deyəcəksiniz ki, məcburam. İndi orada problem gəlir. Kim məcburdur? Qurbanlar. Sən niyə düşünürsən sən qurbansan? Çünki sən özünü tanımırsan, sən öz gücünü bilmirsən.
Sən yaradanla bağın yox, özünlə bağın yox. Sən düşünürsən ki, sən kiminsə əlində qul kölə olmağa, kiminsə nəyinəsə möhtacsan da, bir evinə, puluna, nəyinəsə möhtacsan. Sən özün düşünürsən ki, mən heç nəyə bacarmam, heç nə eləyə bilmərəm. Ona görə də kimsə nəsə versin bir damcı, mən də dözüm onun mənim başıma açdığı oyuna. O da onunla bağlı deyil, içində özünü nəyisə görə günahlandırırsan. Əzab çəkirsinizsə, özünüzə cəza vermisiniz. Cəza bərabərdir əzab. Nə vaxt cəza gəl günahlandıranda, nə də özünüzü günahlandırırsın. İndi burada bax, yazı zaten razılaşmadım, çıxdım 2 uşaqla. İndi bu da başqa tərəfidir. Siz uşaqlıqdan gələn travma ilə kişi səhv eləyir, kişi nifrət eləyir, kişiyə baxmır, yəni kişi mənə qulluq eləməyəcək, baxmayacaq, diqqət eləməyəcək, qayğı göstərməyə əzəcək. Bu proqramlarla gəlmisiniz və kişi ilə birləşirsiniz. Kişi sizə güzgü kimi içinizdə nə var onu göstər. Sonra mən buna razılaşmıram, mən boşanıram, mən çıxdım 2 uşaqla özdə düşmən elədim atalarla uşaqları, çıxdım o ailədə. Utdum düşünürsünüz. Daha çətin həyatınız olacaq da bilirsiniz. Çünki siz məsələlərinizi həll eləmədiniz. 99% qadın şəfalananda münasibətlər şəfalanır. Başa düşürsünüz ki, kişidə problem yoxdur. Bugün işlədiyim qadınla. Deyir ki, mən kişi ilə görən gözüm yox. Gəldi o şimdi kişi bir-birlərinə düşmən. Seansın sonunda deyir ki, yazıq kişi heç bir günaha yox olmuş. Bütün aləmə mən qatırmışam. Daxili proqramları ilə. Deyir, hələ bu kişi yaxşıdır, mənə dözürdü. O etapa gəlməyənə qədər o kişi gedəcək, başqası gələcək, eyni şeylər yaşayacaq. İndi vəbşə ən ağırı da, ən pisi də odur ki, evli kişilərlə görüşməyə başlayırlar qadınlar. Özlərini layiq bilmirlər. Deyir, yoldaşım məni sevmədi, 2 uşaqla kimə lazımam? Gedir başlayır başqa ailələr dağıtmağa. Və uşaqlarınıza kim ki evli kişilərlə görüşür, uşaqlarınıza baxın, onların da ailəsində eyni şeylər olacaq. Çünki örnək göstərsiniz. Axı bütün qadınlarda bu saydıqlarınız o möhtac olanlarda da var axı. Deyirəm də möhtac olmayın. Niyə möhtacsınız? Elə bilirsiniz ki gücünüz yoxdur. Elə bilirsiniz ki zəifsiz, elə bilirsiniz heç nəyə bacarmısınız ki bu ən böyük yalandır. Möhtacam inancından, kimliyindən çıxdığınız üçün ağrı çəkirsiniz. O bitməlidir də. O da sizi qurtaran insan çöldə deyil, küçədə deyil, kişi sizi qurtar, kişi xilaskar deyil əzdən mən. Bəzi qadınlar da uşaq doğub deyirlər, mənə xilas eləyəcək. Uşaq xilaskar deyil, pul da xilaskar deyil, sizin xilasınız başqa yerdədir. Hamının pulu olmur, hamının gedəcəyi yeri yoxdur. İndi yoxdur da, bəs onu həll eləmək üçün neyinir? Mən də onu deyirəm də, tutaq ki, qadının indi pulu yoxdur, möhtacdır. Qadın ömrünü o kişi ilə mübarizəyə sərf eləyir. Bəlkə qadın özünün dəyərini bilib, öz üzərində işləyib, öz gücünü bilib, özünün dəyərini biləndən sonra möhtaclığını həll eləyir. Yəni ki, təməl tələbatını özünün ödəyəndən sonra kişiyə hörmət eləməyə başlayanda artıq möhtaclıqdan çıxır. Həm kişi onu istədiyini ona verir, həm də özü öz gücünü bərpa eləyəndən sonra faydalı olmağa başlayır. Özünə, insanlara, uşağına. Öz gücünüzü bilmirsiniz, nəyə qadir olduğunuzu bilmirsiniz. O da bütün problemlər odur. Ay mən möhtacam, ay mən günahkaram, ay mən... Kin-küdurət nifrətdən çıxanda görməyə başlayacaqsınız ki, heç də hər şey bu qədər çətin deyilmiş. Çox pis şəraitdə yaşayan qadınlar var. İkinci bir qurban, şikayət. Ay çox pis, həll yolu axtarmayan, daim yazıqlıq, çox pis şəraitdəyəm, mən neyniyim? Həll eləmək üçün neynədin? Sən sualın budur. Bunu həll eləmək üçün bugün neynirsən? Hər gün bunun həlli üçün sən neynirsən? Şikayət eləmək düşünürsən düzələcək? Yox. Sən şikayət elədikcə şuur altına deyirsən ki, mən hər şeyin ən pisinə layiqəm. Yaxşı olsaydım başıma belə şeylər gəlmə. Özünü günahlandırmaqla məşğulsan, naşükürlük edirsən, yaradanla davadasan. 5 gündən sonra sənin necə həyatın olacaqdır? Yəni bunu bilmək üçün deyir 10 dənə universitet qurtarmağa lazım deyil. Falçı olmağa da ehtiyac yoxdur.
Gülnar xanım gör nə gözəl yazıb. Qadın özü dəyişməsə heç kim heç nə dəyişmir. Heç kim də gəlib heç kimi dəyişməyəcək. Elə qadınlar var ki, uşaq pozisiyasında gözləyirlər. Ay həyatım dəyişəcək. Kimsə gəlib məni xilas eləyəcək. Möcüzə baş verəcək. Göydən nələrsə yağacaq. Mən də oturmuşam belə şikayətdəyəm səhərdən axşama kimi. Kişi belə, uşaq belə. Heç kimsi xilas eləməyəcək. Heç kim. Ancaq özünüz deyəndə ki, mən artıq həyatımı dəyişmək üçün nə etməliyəm və qalxıb balaca hərəkətlərə keçəndə bütün dünya sizə kömək eləməyə başlayır. Amma məsuliyyət sizdədir. Cavabdehlik sizdədir. Sizin həyatınız heç kimə maraqlı deyil sizdən başqa. Hər kəs öz həyatının maraqlıdır. Yəni, ya siz öz həyatınızın məsuliyyətini götürürsünüz, çox sağ olun Rəşad. Öz həyatınızın məsuliyyətini götürürsünüz, öz həyatınızı yaşırsınız. Ya da siz öz həyatınızdan başqa başqalarının həyatını yaşamaqla məşğulsünüz ki, əzablardasınız. Uşağın həyatını yaşayır, yoldaşın həyatını, kiminsə həyatını yaşayır. Sonra deyir ki, mən öz yerimdə deyiləm. Olmayacaqsan da, çünki sən vəzifən öz həyatının məsuliyyətini götürməkdir. Bolluq və bərəkət üçün nə etmək lazımdır? Ən əsas yolu, ən asandır. Hər gün şükür edin. Təşəkkür edin, verən olun. Nə vaxt bolluqda olduğunuzu, o hissi yaşadın özünüzə. Kim verir, kim bolluqdadır, o verən adam. Bir pişiyi doyuzdurun küçədə. Bir kiməsə bir yaxşılıq eləyin. Pulunuz varsa, balaca hissəsini gündəlik bölüşdürün. İkinci kim verir? Olan verir, bolluqda olan verir. Özünüzün o kimliyini özünüzə xatırladın. Və şükür eləyin, təşəkkür eləyin, çox təşəkkür eləyin. Yəni, ən azı bazanızı bağlaya bilərsiniz belə. Amma yaxşı pul istəyirsinizsə, pulla bağlı bloklarınız, uşaqlıqdan pulla bağlı anadan, atadan eşitdiyiniz inanclar, senarilər, varlı insanlarla bağlı düşündüyünüz düşüncələr, pul qazanmaqla bağlı düşündüyünüz, məsələn, birinə deyirsən, işdə, sənin daydan yoxsa kimdirsə iş verən, işə düzəlmək üçün pul verməlisən nə qədər. Bu nağıllarla inananlar elə də onlar üçün olur. Amma elə insan da var ki, o deyir ki, işə düzəlmək üçün mənim özümə nə gəlir, mənim öz ağlım biliyim, mən bilirəm nə verəcəm, mən özümə güvənirəm. Və gedir, elə də gözəl işləri tapır. Nəyə inarsız o da olacaq. İş tapmaq üçün, yəni iş tapanda xoşuma gəlməyən nə olacaq, o sualı verin özünüzə. Arzu Ağayeva yazıb, mənim pulum da var, işim də var, xəyanətə uğradım, amma getmək istəmirəm, nə edim bilmirəm. Bu dastiqator qadınların problemlərindən də biridir. Bir qadın pul qazanırsa, öz işi gücü varsa, uğurludursa, əksər hallarda o qadınlar, o bir söz var, iki qoçun başı bir qazanda olur. Çünki bir var ki, qadın sevdiyi işlə məşğul olur, işindən zövq alır, işi onu doldurur. Yəni, o işini sevgi ilə görür və azadlığı var. Və enerjisini də ailəsinə, yəni ailə birinci yerdədir, kişi, övladlar birinci yerdə, sonra iş, hobbilər gəlir. Amma dastiqator qadınlar deyir ki, birinci yerdə mənim işim, gücüm, pulum, azadlığım, sərbəstliyim, sonra ailə kişi. O da kişiyə deyir ki, mənim öz pulum var, öz hər şeyim var, sən başa artıq kişi ilə bağ qopdu. Kişini yedizdirən tərəf, qidalandıran tərəf deyil. Çünki qadın pul qazanmaq üçün işə gedirsə, özünə ev, maşın, böyük şeylər almaq üçün işə gedirsə, o qadın deyir ki, mən kişiyə inanmıram, kişinin eləyəcəyini güvənmirəm, kişi mənim üçün öndə deyil, o qazanan tərəf, o hərəkət tərəf deyil, mən onu eləyirəm, elə ki, kişinin vəzifəsini tutur. Sonra kişiyə qarşı narazılığı ki, sən zəifsən, sən mənim gözləntilərimə cavab vermədin, istədiyimi eləmədin, sənə inanıb güvənmək olmaz və bağ yoxdur. Garantiya verirəm, %100 yəni xəyanət edirlər. 3
travmalı qadına xəyanət eləyir kişi, sevmirlər. Çünki bunlarla bağı yoxdur. Birinci uşaq pozisiyasıdır. Hər şeyi kişidən gözləyir, məsuliyyət götürmür. Ay mən neynəsəm kişi məni sevər. Ay mən neynəsəm sevgililər rolunda qalırlar. Ay ancaq deyək, gülək, əylənə, məni əyləndirsin, mənə eləsin, gözləyir. Kişi də verməyəndə xəyal qırıqlığı. Narahat, narazı, pretenziyada ki, burada yox, bura qədər. Kişilər belə qızlar deyir, uşaqdır da. Elə bir ki, kişiyə partnyor lazımdır ki, elə moment var ki, orada kişiyə güc verməsin, qidalandırmasın. Onlar uşaqdırlar. Elə bir evdə 3 dənə uşaq var, o da 4-cüdür. Kişi qadın axtarmağa gedib. Sonra ikinci, xilaskarlar, fədakarlar. Mənim öz dəyərim yoxdur, kifayət qədər yaxşı qadın deyiləm, mən hər şey eləməliyəm ki, kişi məni sevsin və başlayır qulluqçuluq eləməyə. Yemir, yedirir, hamı önəmlidir, özü siyahıda axırıncı yerdədir, hamıya hər şey eləyir və gözləyir sonra ki, bunlar haçan mənim qədrimi, qiymətimi biləcəklər. Heç vaxt əzdəməm. Bilmirlər də, baxın, hansı fədakar qadının qədrini bilirlər. Xidmətçi kimi baxırlar. Xidmətçiyə qədir, qiymət bilən olub? Yox. Elədi nə yaxşı, üzünü çöndərlər, önəmsəmirlər. Üçüncüdə də istiqatorlardır. Kişiyə güvənmir, inanmır. O da boşuna deyil də, canları yanıb. Deyir ki, mən öz pulum olmalıdır, azadlığım olmalıdır, mən nə dedim olmalıdır. Amma kişidən sevgi gözləyir, dəstək gözləyir. Kişi inanmır, güvənmir, kişini qəbul eləmir, olduğu kimi daim onu düzəltməyə, o heç nəyi düz bilmir, məni eləməliyəm və mən buraxsam, aləm dağlar qorxusu var. Mən hər şeyi toparlamasam, kişi bacarmayacaq, heç kim bacarmayacaq, bu iş yaman günə qalacaq. Ona görə başlayır hər şeyi öz əlinə alır və kişiləşir, yorulur, tükənir. Çünki qadın işi bu deyil. Uğur qazanır, amma böyük bədəlləri olur. Və həmin kişi də xəyanət edir. Onlar qadını sevmirlər. Bu 3 travmalı qadının öz dəyər duyğusu olmur. Sübutdadılar. Qadının işi odur ki, mən sevdiyim işlə məşğul oluram və o işdən, o işi qutarandan sonra mən enerjide oluram. Tükənmişdi, qorxular, ay pul qazanacam, nə qədər qazanacam, nə edəcəm. Belə düşüncəyə qadın işə girdisə, başladı kişilik eləməyə. O zaman da kişi başlayacaq qadınlıq eləməyə də. Yəni ki, enerjilər dəyişdi. Və normal kişi də başlayacaq qadın axtarmağı, gözün kişi kimi hiss eləsin. Çünki bu 3 travmalı qadın yanında kişi güclü hiss eləmir özünü. Bunlar da boşuna deyil də, bu qadınlar da özlərini qadın kimi hiss eləmirlər. Qadınların özləri ilə bağı yoxdur. Öz güclərini bilmirlər. Ağrıdadılar. Yalnız dəyərli qadın var. Dəyərli qadına bütün dünya xidmət edir. Bütün dünya onu sevir. Çünki heç kimi xilas eləmir, heç kimi özünü fəda eləmir. Yəni işin gücünü də atıb pul dalınca qaçmır. O öz bilir ki, nəyi necə eləmək lazımdır. Harda nəyi necə olmalıdır ki, onun istədiyi olsun. Bu bizim yaradılış halımızdır. Bu halımız nə vaxt zədələnir? Uşaqlıqda ana-ata sağ olsun. Sonra da bizə öyrədirlər, böyüdüyümüz cəmiyyət, inanclar, ssenarilər verirlər. Sonra o qadında elə bilirkən doğru yol budur. Bildiyini eləyir, amma istədiyi nəticəni almır. Deməli, neynəməlidir? Ona mane olan şeylərdən qurtulmalıdır. Necə edək bəs? Onu kursda keçirik. 365 günlük sevgi möcüzəsi kursunda özünüzlə, yaradanla bağınızı bərpa edirsiniz. Öz dəyəriniz gəlir. Onda nəyi necə eləyəcəyinizi yaxşı bilirsiniz. Paralelində də o kursda hədiyyə olaraq dəyərli qadın kursunu vermişəm. Orada da sırf kişi-qadın münasibətlərindədir. Mən neynəsəm o dəyərli qadına keçərəm. Yəni 3 travmadan çıxaram. İşi böyütmək üçün nə etmək lazımdır? Eyni işi daha da böyütmək, tanıtmaq üçün nə edim? Bu sizə nəyə görə lazımdır Aysel Əliyeva? Niyə işinizi böyütmək istəyirsiniz? Sizin vəzifəniz, mən neyim ki, kişi istədiyim bir məbləği qazansın, oradadır. Əgər işə gedirsinizsə, qadınlığınızdan imtina edirsiniz də, orada ağrıyacaqsınız. Məmnun olmayacaq. O pul sizi xoşbəxt eləməyəcək.
Niyə sizə lazımdır işi böyütmək? Səbəb nədir? Nəyə görə bunu eləmək istəyirsiniz? Nə olacaq işi böyüdəndə? Kişi hər şeyi mənə bax. Siz onun əlindən hər şeyi almısınız. Kişi sizə buraxır, birində kişi qaçacaq, sevməyəcək, xəyanət eləyəcək. Hazır olun buna. Kişiyə inanmırsınızsa, kişini güclü görmürsünüzsə, ona güvənmirsinizsə, ona sevginizi vermirsinizsə, inamınızı vermirsinizsə, onu olduğu kimi qəbul eləmirsinizsə, yaxşı heç nə gözləməyin. İncidəcəksiniz. Kursun ödənişi, Melisa, burada ödənişlə bağlı danışmırıq əzdəməm. Girirsiniz profildən Telegrama, orada bütün məlumat var, ödənişlər var, hər şey var. Sualınız da olsa, orada Mahirə xanımın səhifəsi var. Oraya yazırsınız, sizə köməklik edib qrupa qoşur sizi. Ənvərli dekorativ yazıb, mən yoldaşıma dəyər verməmişəm, bilmirəm niyə. Siz qadınsınız, kişisiz. Kişisizsə, sizin dəyərinizdən asılı deyil qarşı tərəfə. Baxın, bir şeyi bilin. Qadın özünə dəyər vermirsə, 1000 dənə də adam ona dəyər versə, o dəyəri qəbul eləməyəcək. O başa düşməyəcək ki, ona dəyər verirlər. Qadın ancaq özünə dəyər verəndə bütün dünya ona dəyər verir, onu alır, hiss edir. Qadın özünə dəyər vermirsə, siz ona dəyər verin. Və yaxud da siz özünüzə dəyər vermişsə, 50 nəfər gəlsin sizə dəyər versin, siz orada da yenə bir narahat. Nəyə inanırsınızsa, onu özünüzə sübut eləyəcəksiniz, elə mənalandıracaqsınız. Biri sizə gətirib bir hədiyyə verəcək, deyəcək ki, ürəyimdən keçdi, istəyirəm ki, sən özün gülsün, bunu kef elə. Bunu sizə hədiyyə verirəm. Özünə dəyər verən insan deyəcək, nə gözəl, çox sağ ol. Alacaq, sakit. Özünə dəyər verməyən insan deyəcək, bunu hansı niyyətlə verdi? Görəsən bu niyə verdi? Bunun qarşılığında da mən oturum 5 qatını ona qaytarım. Bunu nəyə görə verir? Başlayacaq orada problem axtarmağa. Bu deməkdir ki, mən ona layiq deyirəm, sən o mənə niyə verdin? Başa düşürsə, hər şey də belədir. Bütün gözə sevgini, özünü sevməyən insana sevgi verin, o onu başa düşməyəcək, qəbul eləməyəcək. Orada da bir problem axtaracaq, aləmi qatacaq. İnanc dəyişməlidir. Mən yetərliyəm olmalıdır. Mən layiqəm inancı olmalıdır. Bu daxildə formalaşmalıdır. Mən dəyərliyəm. Bu bilim, bu yaradılışdan gələn bir şeydir. Kökü də valideynlərdən alır. Ona görə bax, ana-ata boşanır, uşaqlar ana çəkir uşaqları öz tərəfinə çox hallarda. Atanın uşaqlara düşmən eləyir ki, atan pisdir. Sonra düşünür ki, qadın düz eləyib. Sonra o uşaqlar o qadına bizdə nə həyat yaşadacaq? Qadınla kişi bir-birinə münasibəti necədirsə, qadın kişiyə hörmət eləmirsə, o qadının uşaqları da öz yoldaşlarına, öz həyatlarına, özlərinə hörmət eləməyəcəklər, öz ata-analarına da hörmət eləməyəcəklər və həyatda əzab içində qalacaqlar. Ona görə bir qadınla kişinin münasibəti çox önəmlidir. Boşana bilər insandır. İndi demirəm ki, indi hamı mütləqdir ki, olur da, amma ən azı uşaqlar üçün heç olmasa düşmənçilik eləmədən ayrılın. Uşaqları hər gün sənin atan belədir, sənin anan belədir, sənin nənən, baban belədir, onların üzünə baxma. Gördün sən alimenti ödəmə, pul ödə. Bu nə atalıq eləyibsə ki, pul vermir. Kişinin dəyərini pula bağlayırlar. Uşaqların beyninə yeridir anaların çoxu ki, sənin atan pul vermədisə səni sevmir, pul vermədisə atan heç kimdir. Biz idealıq. Sonra gözlür ki, o uşaq da gedir, sonra ya cinsini dəyişir, ya nə hoqqalardan çıxır, ya uğursuz olur, nə olur. Sonra deyir ki, bu uşaq niyə belə oldu? Niyə belə oldu? Onun atası heç kimdirsə, bir köpüklü kişi deyilsə, o da oğlan uşağıdırsa, o deyəcək, mən də kişiyəm də, mənim atam kişi deyilsə, mən nə haqla kişi ola bilərəm? Ana bunu düşünmür. Və yaxud da ana özünün nəqinə qoyur ki, ata da onu təhqir eləyir, bir-birlərinə hansı həddə gəlirlər. Sonra qız da baxır ki, anamın nə hörməti var. Sonra qız özünə necə hörmət eləsin. Bunlar düşünmür ana-ata. Amma gözləyirlər. Deyirlər, yox, mən bu yoldaşımla dava qırğınlardır, amma mənim uşaqlarım xoşbəxt bəxtəvər olsunlar. Gözləyirlər. Bir qəşəng sözümə deyir, çox gözləyirsiniz. Hər şey dediyim qədər də səthdə deyil, bəsit deyil. Hər şeyin alt qatı var.
Ona görə bir qadının şəfalanması nəslin şəfalanması. Qadın şəfalandısa, övladları şəfalandı, nəvələri, nəticələri, qadından sonrakı insanlıq şəfalandı. Ona görə çox vacibdir qadının şəfalanması. Ayşə xanım, dava edən kişi ilə necə davranaq? Yəni dalaşqandır çoxunu. Qadın nifrət eləyəndə kişi dalaşır. Bax, qadın kişi niyə dalaşır? Qadın kişini qəbul eləmir. O qədər narazıdır kişidən, o qədər nifrət, kin, küdurət var içində. Qadın kişi inanmır, bir qram inanmır. Deyir, bu bacaran deyil, bu heç nə öhdəsindən gələn deyil, filan kəsin ərinə bax, buna bax, inanmır. Qadın kişidə bir dənə xoş, desəm ki, bu dəqiqə o kişinin yaxşı bir dənə cəhətini ver, bir saat fikirləşir, yenə tapmaz. Çünki fokusu o kişinin yaxşı şeylərində deyil. Evə gec gəlir, telefonda oturur, iqra oynayır. 50.000 dənə onun mənfisini mənə 10 dəqiqə içində sadalayar. Amma bir saat içində bir dənə yaxşı xüsusiyyətini tapa bilməz. Sonra deyir ki, bu kişi niyə bu qədər nifrət, kin, küdurət içindədir? Qadın deyəcək, mən niyə onu eləyirəm, o mənə eləsin. Uşaq pozisiyasında da belə deyirlər. Investigatorlar deyir ki, bu kişilər düzələn deyil. Fədakar da deyir ki, ömrümü buna verdim, gördün yenə heç nə eləmədi. Üçü də travmalı qadınlar. Dəyərli qadın baxır, deyir, nə gözəl. Mən bilirəm o ilə nə etmək lazımdır ki, o mənim dediyimi eləsin. Bax, o kimin ki kişisi qışqırır ha, o kişi başqa bir qadınla, dəyərli qadınla elə ona deyəcək ki, nə istəyirsən edeyim sən, nə lazımdır. Nə oldu bir qadınla belə davrandı, bir qadınla başqa cür davrandı. Demək ki, o qadının özünə, başda qadının özü ilə necə davranırsa, kişi də o ilə elə davranır. Qadınla kişi cinsel münasibəti tamamən zəiflidirsə ya da yoxdursa, nə əlaqələr? Dediyim kimi də, qadın nə vaxt kişini istəmir? Kişiyə hörmət eləməyəndə. Bir qadın seksual olaraq münasibətində problem varsa, qadın o kişiyə hörmət eləmir. Ona görə bədən reaksiya verir. Mən hörmət eləmədiyim biri mənə toxunsun istəmirəm. Niyə mən hörmət eləmədiyim biri gəlib məndən nəsə istəməlidir? İndi orada da baxmaqda inciklik var, küskünlük var, narazılıq var, qınaq var. Qəbul eləmir də, yəni kişini qəbul eləmir. İstəmir sonra. Dua, cadu var, enerji var, yoxsa manipulyasiyadır. Baxın, əzdəmən, biz yaradılışdan sevgiyik. 365 günlük sevgi möcüzəsi kursunda kim olduğumuzu öyrənirik. Biz niyə belə şeylərə inanırıq? Cadu var, o var. Cadu nədir də? Əslində bir qıtlıqdır. Cadu inancı qıtlıq, günahkarlıqdır. Kimlərə cadu eləyir? Səndə hər şey yaxşıdır, başqa birisinin xoşuna gəlmir, istəyir sənə zərər versin, səndə olmasın. Sevgidə olmayan insana hər şey mənfi təsir edir. Adi, yəni xüsusi cadu eləməyə ehtiyac yoxdur. Biri lap ona pis söz dedi, o onu yıxdı, sürüdü. Yəni bir həftə 10 gün özünə gələ bilmir onsuz da, ya da ki, hər şeyini dağıda bilər. Biz sevgidə olanda bizə heç nə təsir eləyə bilmir. Niyə? Çünki Allah sevginin özüdür. Allaha cadu təsir eləyə bilər. Allaha qarğış eləyəndə Allahı tutur. Yox, biz də Allahın nəfəsiyik. Mahiyyətimiz Allahın nəfəsidir. Biz Allahın nəfəsidir və bizim bədənimiz var. İnsan bunu unudur, yaradanla bağını qoparır, ancaq bədən olaraq özünü düşünür. Bədəndə qorxular içindədir. Niyə? Çünki bədən yaşlanır, qocalır, xəstələnir, ölür. Bədənə güvənə bilmərik. Bizdə bədən ömürlük deyil. Bədən bizə müvəqqəti verilmiş bir alətdir ki, biz orada hisslərimizi, bu dünyada xoşbəxtlər olub və yaradanın bizə verdiyi missiyanı yerinə yetirməyə gəlmişik. Biz əslində əsas mahiyyətimiz var. İnsanlar əzab çəkirlər əsas mahiyyəti unudanda. Və əgər bir insan deyirsə ki, mənə cadu təsir, o öz mahiyyətində deyil, özü deyil. Qorxulardadır. Ona da ki, hər şey təsir ediyor. Nəinki cadu, hər şey. Biri onun üstünə qışqırsın, sögəyə bağlayacaq, 3 gün özünə gələ bilmir. Özünə gözəl bir şey alsın, hamı gəlsin, desin, sən nə haqla bunu özünə almışsın? Deyəcək, yəqin mən səhvəm, qoy mən bunu tez dağıdım, qoy məndə yaxşı için olmasın, mən layiq deyiləm. Ona hər şey, yəni hər kəlmə onu məhv eləyə bilər, dağıda bilər.
öz təməli yoxdursa bir insanın, yəni kim olduğunu bilmirsə, öz gücünü bilmirsə, yaradanla bağı yoxdursa, orada qorxuları, kini küdurəti var, günahlandırması varsa, yaxşı heç nə gözləməyin. Hər şey təsir edəcək. Sevgidə olan insana heç nə təsir eləmir. Heç nə. Ən böyük gücdür sevgi, başa düşürsünüz? O da sizin özünüzdə mahiyyətiniz sevgisiz. Ataya nifrət nəyə səbəb olur qadında? Özünə nifrət edir qadın. Qadın ümumiyyətlə kiməsə nifrət edirsə özünə edir. Sizin bütün duyğularınız özünüzədir. Başda özünüzədir. Kimə nə duyğunuz varsa özünüzədir. Bağışlaya bilmirsiniz də. Bax, ən böyük problem odur ki, ego bağışlamır. Siz ilahi sistemə keçəndə bağışlaya bilirsiniz. Bağışlamadığınız müddətdə keçmişi buraxa bilmirsiniz. Keçmişi buraxa bilmədiyiniz müddətdə eyni duyğuları gələcəyinizə edirsiniz. Keçmişinizi, əgər orada narazılıqlarınız varsa, kopyalayıb gələcəyinizə edirsiniz. Keçmişi buraxmağın da bir dənə yolu var, bağışlamaq. Ego bağışlamır. Ancaq yaradanın sisteminə keçəndə bağışlayır. Ora keçmək üçün də oradakı qorxulardan çıxmalısınız. Allahdan qorxur insanlar. Necə bağışlaya bilər kimisə? Sistemi bilmir. Yaradanın qanunlarını bilmirsə insan, öz qurduğu qorxu qanunlarını həqiqət hesab edirsə, hansı huzurdan, gözəllikdən söhbət gedə bilər? İnsana nə öyrədilib? Başqaları sənə zərər verə bilər. Kimsə səni tənqid edirsə ki, balacaqda ana-atadan başlayır. Onlar səni qəbul eləmirlər. Səndə problem var, sən qüsurlusan, sən yaxşı biri deyilsən. Yaxşı olsaydın, anan səni istəyərdi, atan səni istəyərdi və ata-ana sənə düşməndirsə, dünya düşməndi, qorun. Və insan başlayır özü-özündən qorunmağa. Özü-özündən qorunan biri hansı huzur, bolluq, rahatlıq, xoşbəxtlik ola bilər? Qorunan biri qorxudadır. Qorxuda olan biri də yaradanla, sevgi ilə, sülhlə, barışla savaşdadır. Arzuladığı şeylə savaşdadır. Necə ala bilər? Başa düşürsünüz, sistem necə işləyir? İnsanların çox elə bir ki, mən indi oturub dərd çəkəcəm, hamıya nifrət üçün küdurət, özümü qorumaq üçün hamıdan ya uzaqlaşacam, ya dalaşacam. Allah baxıb deyəcək, ay bu nə gözəl əzab çəkir, qoy mənə buna hədiyyə verim. Və əzab da bitmir. Çünki Allah heç kimə cəza vermir, hədiyyə də vermir cəza üçün. Allah öz nəfəsi özünü cəzalandırır. Özünə cəhənnəm yaşadır bu dünyada və buna görə hədiyyə gözləyir. Allahla savaşır, ona isyan eləyir, özündən imtina eləyir. Qaranlığı seçir və hədiyyə gözləyir. Gözləyir ki, indi göydən bunun üçün nurlar yağacaq, bol bərəkət yağacaq, gözəllikli olacaq, həyatı dəyişəcək. Ömür belə keçir. Allah heç vaxt öz bəndəsinin əzab çəkməyini istəmir. Çünki Allahın verdiyi missiya var bu dünya. Hər kəs bir missiya ilə gəlir. Heç kim onu bilmir. Heç vaxt da düşünmürlər insanlar. Heç onlara maraqlı da deyil. Odur ki, qaynanam bunu dedi, yoldaşım belə elədi, uşaqlar belə elədi, pulu hardan tapım, qoy pulum olsun filan kəsə acıq verim, onun ağzını yumdurum, buna belə eləyim. Belə şeylərlə doludur çox insan. Amma huzur istəyirlər, rahatçılıq istəyirlər, xoşbəxtlik, dəyərlilik hissi istəyirlər. Elədikləri şeyini, arzuladıkları şey başqa-başqa dünyalarda biləsiniz. Bu elədiyi şeydə yoxdur. Amma insan gözləyir. Deyir, mən indi onunla dalaşacam, mən dəyərli olacam. Halbuki dalaşanda daha çox dəyərsiz olur. Qaynanam məni qısqanır, necə də baxın. Necə davranın. Bütün mesajları oxuyursunuz, mən yazdığımı amma oxuyuram sizi. Qaynanam məni qısqanır, necə davranın. Ananızla savaşı buraxın. Ananıza sübut eləməyi buraxın. Siz ananızdan daha ağıllı olduğunuzu, ananızı yaşadığı həyatın səhv olub da sizin doğru olduğunuzu buraxın. Ana ilə savaşı buraxan kimi bütün qadınlarla savaşı buraxacaqsınız.
Hər cavabınızda tüklərim ürpəşir, qarşıma çıxmağınız heç təsadüfi deyil. Yox, əzizəm, heç də təsadüfi deyil. Bəs Quran ayələrində deyilir, səbr eləyin, səbr edənləri özüm mükafatlandıracağam. İndi baxın, orada səbri də insanların çoxu necə başa düşürlər? Əgər səbir mənə biri tutaq ki, zülm eləyir, mən kin-küdurət, nifrət içində olum və düşünüm ki, səbr eləyirəm. Yenə TikTok şəkillər çıxarır. Yəni əzablardayam, dünya ilə savaşdayam, qaynana ilə, işlə, yoldaşla savaşdayam. Yoldaş gəlir, ağzına gələni deyir, mənim də içimdə kin-küdurət və bu səbirdir. İnsanlar belə qoyurlar. Bu səbir deyil əzdəmi. Bu Allahla savaşdır. Səbir odur ki, mən bir şeyləri düzəltməyə çalışıram. Necə ki, torpağa əkirik ya toxumu. Anında çıxmır da, düzdür? Biz orada səbr eləməliyik. Biz öz sevgimizi veririk birinə, mərhəmətimizi veririk, sülhümüzü veririk, barışımızı veririk və qarşı tərəf deyək ki, yoldaşdır, qaynanadır, kin-küdurət içindədirlər. Mən artıq onlarla savaşmıram, savaşı dayandırıram. Deyirəm ki, mən sülh istəyirəm. O dalaşır, mən sevgi verirəm. O dalaşır, mən sevgi verirəm. O dalaşır, mən sevgi verirəm. Bu səbirdir. O gec-tez özünü xatırlayacaq. Çünki hər kəs sevgidən yaranır. Amma o dalaşır, mən 5 qat onunla nifrət, kin-küdurət oturub içimdə nifrət dolu gözləyirəm ki, buna vaxt bitəcək, Allah məni mükafatlandıracaq. Yox. Qaranlığı seçən insanı Allah mükafatlandırır. Çünki insan Allahla savaşır. Şükür eləməyən insan avtomatik naşükürdür. Avtomatik Allahdan davadadır. Alın yazısı. Alın yazısı sizin şuuraltı proqramlarınızdır, şuuraltı inanclarınızdır. Sizin bir də alın yazınızı. Allah sizə bu dünyaya niyə gətirib? Siz başa düşürsünüz də siz sevib sevilmək üçün bu dünyaya gəlmisiniz. Sevib sevilmək nədir? Kim olduğunuzu bilmək üçün gəlmisiniz bu dünyaya. Çünki bütün hər şey oradan keçir. Ya dəfələrlə xəyanət yaşayan. Dediyim kimi də xəyanət yaşırsınızsa 3 travmadan birindəsiniz. Profildən keçin Telegrama, orada özünüzü test eləyin, orada yazmışam. Suallara cavab verəndə özünüzü tanıyacaqsınız. Kişi ilə qadın arasında bağ yoxdursa, mütləq təkcə kişilər xəyanət eləmir bu arada. Qadın da xəyanət eləyir. Bağ yoxdursa siz yad insanlarsınız. Baxmayaraq ki 10 il, 20 il bir evin içində yaşarsınız, 5 dənə də uşağınız olar. Bu heç nə demək deyil. Bağ yoxdursa siz başqa hərənin öz həyatı var. Sonra inciməyin. Qadın kişini qidalandırır əzdəməm. Ya hər gün inamla, onu qəbul eləyərək, ona güvənərək, ona sevgi verərək, anlayış göstərərək qidalandır. Ya da kin-küdurət, nifrət, narazılıq, onu qəbul eləməmək, onu alçaltmaq, onu gücsüz eləməklə qidalandırır. Hər iki qidanı hər gün qadın verir. Və əgər hər gün zəhər versəsə kişi ölə bilər də, başa düşürsünüz, çoxunda da ölür də. Gedir hardasa o qidanı axtarır. İnsan öz missiyasını 30 yaşdan sonra necə tapmaq? Öz missiyasının yaşı yoxdur. Siz andan olandan sizin missiyanız var. Onun yaşı yoxdur. 30 yaşından sonra 20, 40, 50 yaşı belə bir şey yoxdur. Hər insanın bir dənə missiyası var. Bütün insanlığın bir dənə missiyası var. Bütün insanlıq. 365 günlük dərsdə öyrənir. O çox dərin mövzudur. Çünki mən onu açsam, altını, çünki uzundur da, mən o bütün detallarını sizə başa sala bilməyəcəm efirdə. Və siz də mənim dediyim hər sözü öz bildiyiniz şeylə uyğunlaşdıracaqsınız və yanlış uyğunlaşdıra bilərsiniz. Niyə? Çünki orada çox qorxularınız vardı. O çox həssas mövzudur və orada dərin o qorxulardan çıxmalısınız ki, öz missiyanıza girəsiniz. Ona görə çox ətraflı o mövzuya girmirəm. Orada qorxular təmizlənməlidir, yanlış inanclar təmizlənməlidir. Əks halda girərdiniz də, ona görə girə bilmirsiniz. Direktimə o qədər kişilər yazırlar ki, öz qadınlarından nəyi ala bilmirlər, nə əziyyət çəkirlər. İndi normalda biz qadınlar çox rahat burada deyirlər ki, o olmadı, bu olmadı, amma çox nadir kişilər bu haqda danışır.
direktə çox yazırsınız mənə. İndi o direktə ki nəyi yazdınız? Bax onu da bura yazın ki, çünki hər qadın da başa düşür. Qadın elə bir ki, kişi üçün hər şey əladır. Kişi hər şey alır amma vermir. Qadınlar elə düşünürlər ki, mən ona onun istədiyi hər şey verirəm, amma o mənə vermir. Amma kişi ki danışmağa başlayır, onda qadın deyir ki, o da bunu istəyirmiş, mən də ona vermirəmmiş. O zaman qadına da daha rahat olur. Ayşə xanım, kişi ilə adının münasibəti, adının zəifdirsə, uzun illər uşaq olmur. Kişi ilə adının nə deməkdir? Elə yazın ki, başa düşümdə xahiş edirəm. Karmik münasibət doğru. Karmik münasibət nə deməkdir əslində? Nə deməkdir karmik münasibət? Açıqlayın da, necə başa düşür? Karmik münasibət deyəndə nəyi başa düşürsünüz? Olmaz ki, arvadlarına desinlər də. Deyirlər də, bəs kişi deyir, qadın eşitmir. Bu dəyərli qadın kursunda indi kişini tanımağa başlayacaq növbəti dərslərdə. Siz onda xüsusi suallar verəcəksiniz, öyrənəcəksiniz. Dərinliyini tanıyacaqsınız kişilərin. Qadınların çoxu o qədər ağrıda olurlar ki, məsələn, kişi bir hərəkət eləyir, qadın öz keçmişinə, öz mənalandırmasını qoyur, görmür qarşı tərəfi. O deyir ki, mən bilirəm də bu belədir. Halbuki o elə deməyib ha. O tamam başqa şey deyir. Bir-birlərini eşitmirlər. Problem orada başlayır. Yəni bunun dediyini o başqa cür başa düşür. Onun dediyini bu başqa cür başa düşür. Kişi ilə qadının münasibəti zəifdirsə, övladı olmursa, kök səbəbi nədir? Özünüzə sual verin ki, övladım olandan sonra nə olacağını düşünürəm. Orada şuuraltı bloklara baxmaq lazımdır da. Əgər bir şey olmursa, şuuraltınız onu təhlükə olaraq kodlayıb. Onun sizə zərər verəcəyini düşünür içinizdəki sistem. Beyinlə deyəcəksiniz, məsələn, uşaq mənə nə zərər verə bilər də, mən axı istəyirəm, bunun üçün çalışıram da. Amma fakt nəyi göstərir? Fakt onu göstərir ki, yoxdur. Yoxdursa, o deməkdir ki, şuuraltınız onu istəmir. Şuuraltıda o təhlükə olaraq kodlayıb. Bir də baxın ki, onu nə təhlükəsi olaraq kodlayıb ki, o kodu dəyişin ki, özünüzə icazə verin. Salam xanım, YouTube-da hansı səhifədən dinləyər frekans effektlidir? Kim olduğunuzu bilmədiyiniz müddətcə fərqli kimlikdən, tutaq ki, qurban kimliyi ilə bütün gün frekans dinləyin, nə dəyişəcək həyatınızda, heç nə dəyişməyəcək. Kim olduğunuzu biləndə o zaman kimliyiniz dəyişir. Hər kimliyin özünün inancları, davranışları var. Sizə uşaqlıqda hansı kimliyi qoyublar? Əgər ana ata uşağa sevgi verməyibsə, uşaq deyir ki, mən sevgiyə layiq deyiləm kimliyindədir. Mən yetərsizəm kimliyindədir. Və bunu hansı frekans dəyişə bilər? Bunu inanc dəyişməli, düşüncə dəyişməli, həqiqəti bilməlidir. Daxilinizdəki uşaq əslində həqiqəti bilməlidir. Şuuraltınızda o proqram dəyişməli, o ssenari dəyişməlidir. Onu nə vaxt dəyişirsiniz? Kim olduğunuzu biləndə. Ona görə meditasiyalar, afirmasiyalar, frekans musiqisi, nə bilim nəyə qulaq asırsınız orada. Bunlar niyə effekt vermir? Çünki hansı kimliklə dinləyirsiniz onu? Qurban kimliyində, travmalı kimlikdə dəyişmir. Kim olduğumu necə bilim? Onu 365 günlük sevgi möcüzəsində öyrənirsiniz. Belə dediyim kimi də elə dərin məlumatlar var. Mən onu desəm də başa düşməyəcəksiniz. Çünki kimlikdən qabaq o kimliyi yaşamağınıza aid qorxulardan qurtulmalısınız. Sisteminizin necə işlədiyini bilməlisiniz. Karmические отношения bir-birinə dərs vermək üçün gəliblər dünya. Nə dərsi verirlər bir-birlərinə? O proqramlardır, inanclardır, bir-birlərinə göstərirlər. Əgər bir insan, qadın, ailədə ana ataya hörmət eləmir və ya ata anaya hörmət eləmir. Uşaq baxır ki, ana dedi ki, sən nə kişisən, pul qazana bilmirsən, kişilər zəif olur, kişilərə güvənmək olmaz.
Uşaqda 7 yaşına qədər analizi olmur, analiz eləyə bilmir də, məntiqi yoxdur. Nə eşidirsə doğru bil. Elə bir ki, həqiqətən də belədir. Elə bir ki, atası zəifdir, gücsüzdür, pul qazana bilmir. Halbuki ola bilər o dönəmdə işlər yolunda getməyib, nəsə olub, ya dalaşıblar, ya bir şey olub. Amma uşaqda emosional olaraq onlar dalaşdılar, bir təhlükə kodu oldu və orada da nə üstə dava oldu? Pul üstündə və ana ataya dedi ki, zəifsən. Uşaq, qız uşağı, oğlan uşağı bu kodu aldı. Budur ki, kişilər zəifdir, gücsüzdür, kişilərə güvənmək olmaz. Bu kodla böyüyür, gedir ailə qurur. Hansı kişini, hansı qadını seçəcək o? Anasının dediği kimi olan, çünkü başkasını tanımır. Onun gözünde kişi pul verməyən, qazana bilməyən zəifdir. Emosional da orada bir travma yaşadısa, qorxu yaşadısa, o gedəcək deyəcək ki, başqası Şural tanımadı başqasını. Deyəcək ki, belə olurlar. Və gedir məhz onun o inancına uyğun kişini tapır ya uyğun qadını tapır, onunla evlənir ki, özünü sübut eləsin ki, anam haqlıdır, mən haqlıyam. Bu bir inancdır, bu bir ssenaridir, bu bir proqramdır. Şuraltı proqramlar belə yazılır. Tamam, deyir ki, bu karmik mənim münasibətimdir. Bu mənə nəsə öyrədir. O sənə öyrədir ki, sən yaradılış halında deyilsən. Sənə aid olmayan bir şeyə inandın. Çünki kişilər zəif deyirlər. Kişilər güvənsiz deyirlər. Sən o situasiyanın doğru dərinliyini bilmədin və yanlış mənalandırma verdin. İlahi sistemdə həqiqətdə ağrı yoxdur, əzab yoxdur. Bir şeydə ağrı, əzab varsa o yalandır. Və insan da yalanları həqiqət bildiyi üçün əzab çəkir. Biz də bu dünyaya yalanlardan çıxıb həqiqətdə yaşamaq üçün özümüz olmaq üçün gəlmişik. Bizə aid olmayanlardan qurtulmaq üçün gəlmişik. Çünki bizə lazım olan hər şey ancaq bizim təbii halımızdadır. Ayşə xanım, niyyət eləyirəm hər şey olduğu kimi yalın görməyə desək beyin format olar. Bu 365 günlük dərslərin birinin dərsidir bu. Sırf onu niyyət eləyirsiniz ki, mən həqiqəti görmək istəyirəm. Həqiqəti görməyə niyyət eləmək də o deməkdir ki, sizə öyrədilən bütün yalanlardan qurtulmağa hazır olmaz və bunun xüsusi praktikaları var. Bu sadəcə sözlə deməklə olmur da, o praktikaları eləmək lazımdır. Yəni o sözü deyirsiniz, niyyəti verirsiniz, amma o niyyəti görməyinizə mane olan şeylərdən də qurtulursunuz. Onun xüsusi praktikası var və onun gündə neçə dəfə, neçə dəqiqə eləmək lazımdır, onları eləyirsiniz. Çünki siz deyirsiniz, mən həqiqəti görmək istəyirəm. Elə həqiqət var ki, sizin içinizdə elə qorxu yarada bilər ki, onu görməyə hazır olmazsınız. Məsələn, desəniz ki, həqiqəti görün, ananızla, atanızla bağlı bildiyiniz çox önəmli, həyatınızın məqsədi, mənası bildiyiniz bir şeyin yalan olduğunu bilmə ehtimalı çoxdur. Bir sarsıntıdır da bu, başa necəyəm mən ana atam illərlə bunu öyrədib, ən böyük yalan da budur. Bunu psixikanız qaldırmalıdır. Bunun üçün o etapa gələnə qədər nələri bilməlisiniz, onları başa düşməlisiniz ki, sarsılmayasınız. Duaların köməyi var. Duanı qəbul eləmək üçün Allahdan qorxmamalısınız. Allahdan qorxan insan duanı qəbul eləyə bilmir. Allaha dua eləyə bilmir, inana bilmir. Əgər dua eləyirsinizsə, inanırsınızsa qəbul olur da, Allahın verəcəyini inanırsınız. Nə vaxt inanırsınız? Allahdan qorxmayanda. Allah məni cəzalandırandır, Allah məni günahlandırandır, Allah əzablar verəndir dediyiniz Allaha da necə dua edə bilərsiniz? Allahın sizə zərər verdiyini, ziyan verdiyini, sizi əzib məhv elədiyini düşünürsünüz. Siz necə Allaha dua edə bilirsiniz? Sözdə nə qədər dua edirsiniz, qəlb açılmadıqca necə dua edəcəksiniz Allaha? Necə inanacaqsınız, necə qəbul edəcəksiniz? Başa düşürsünüz nə qədər dərinlik var? Gülə deyir ki, siz hər dəfə deyirsiniz, bağışlayın, bağışlayanda da kişi çıxır başımıza. Çünki siz bağışlamağın nə demək olduğunu tam bilmirsiniz. Bağışlamaqla sərhəd qoymaq fərqli şeylərdir. Əgər kişi başınıza çıxırsa, siz sərhəd qoymursunuz. Kişi bir şey eləyir, siz deyirsiniz ki, hə, eyb yox, qoy bir də eləsin, mən bağışladım sən. Bu bağışlamaq da eləsin, deyil. Bağışlamaq belə bir şey deyil. Bağışlamaq odur ki, kişi bir şey elədi və siz içinizdə incindiniz.
Yəni düşündünüz ki, mən dəyərsizəm, məni sevmir, məni önəmsəmir, ona görə mənə belə elədi. Burada da kökündə də yalanlar vardı. Gördünüz, uydurdunuz ki, onların heç birisi aid deyil. Amma neysə də inanırsınız. Və o yükü daşırsınız özünüzdə illərlə. Bağışlama odur ki, mən artıq o yükü daşımıram. Amma o demək deyil ki, mən kişiyə icazə verirəm ki, o mənim sərhədimi keçsin. Bu da qabaqcadan sərhəd qoymağı öyrənirsiniz. Öz dəyərinizi biləndə ancaq sərhəd qoya bilirsiniz. Kişi bilməlidir ki, sizinlə necə davranmaq olar, necə davranmaq olmaz. Bu başqa bir şeydir. Bağışlamaq başqa bir şeydir. Dediyim kimi, sərhəd qoymaqla bağışlamaq, bunlar başqa-başqa şey. Bağışlamaq sizi daxildəki yükdən, kindən, küdurətdən, əzabdan, əziyyətdən azad eləyir. Qarşı tərəfi də. Amma bağışlamaq o demək deyil ki, hər kəs çıxıb sizin çiyinizdə oturmalıdır, başınıza da oyunlar açmalıdır. Bu sərhədsizlikdir. Bunun bağışlamaqla aidiyyatı yoxdur. Siz nə qədər gözəl insansınız, qadınsınız. Biz Azərbaycanca kişiləri həmişə ailəsini sevib. Bir daha, siz nə qədər gözəl insansınız, qadınsınız. Biz Azərbaycanca kişiləri həmişə ailəsini sevib. Tam axırıncı cümləni başa düşməm. Biz Azərbaycan kişiləri ailələrini həmişə seviblər. Hə, belədirsə, yəni kaş ki bütün qadınlar buna inanardılar. İndi qadınlar başlayacaq. Bütün kişilər sevirlər. Yəni bizim yaradılışımız sevgidə, əzizlərimizlə. Biz yaradılışdan, hər kəs sevgidən ya, bizim mahiyyətimiz sevgidir. Sülhdür, barışdır, birlikdir. Güney xanım, hər vaxtınız xeyir olsun. Çox gözəlsiniz. Sağ olun əzimə. Çox sağ olun. Yuxular yaşadığımız həyatın yansımasıdır, yoxsa bir işarədir yuxular? Yuxularla bağlı düzün desəm, çox araşdırma aparmamışam, o mövzu ilə işləməmişəm, o mövzuya baxmamışam. Ona görə dəqiq heç nə deyə bilmərəm. Nəsə o mövzu mənə... Yəni mən elə bir mövzularla işləyirəm ki, məsələn, inancdır, ssenari, bunu dəyişə bilərsiniz, təsir edə bilərsiniz. Yuxular, hə, şuuraltı proqramları göstərir, hal-hazırki halınızı göstərir, amma mən deyirəm, mən yuxunu necə dəyişə bilərəm də, biz ora necə təsir edir, mən bilmirəm onu, o mövzuya da girməmişəm. Mən nəyi dəyişə bilərik, nəyi döndərə bilərik, bu hal-hazırki əzabdan necə çıxa bilərik, dəyərsizlikdən, hörmətsizlikdən necə çıxa bilərik, münasibətdə öz sərhədlərimizi qorumaq, sevgidə olmaq, övladlarımıza özümüzə gözəl həyat yaşatmaq, bolluğumuzu necə açmaq, burada nəyə təsir edə biləriksə, o mövzulara vaxt, zaman, enerji sərf eləməyi daha uyğun bilmişəm. Nəyə ki dəyişə bilmirik, nəyə ki o mövzular, elə mütəxəssislər var, işləyirlər onlarla. Yəni, mənə maraqlı olmuyor düzün desəm. Mən bağışlaya bilmirəm. Əzabdasınız da. Bağışlaya bilmirsinizsə əzabı normal qəbul edin. Əziyyəti, kasıblığı, zərər gələcək, yəni özünüzü incitməyə başlayacaqsınız. Düşünəcəksiniz, hamı sizə pislik eləmək istəyir. Yəni bağışlamamaq Allahdan uzaq olmaq deməkdir. Allahla savaşmaq deməkdir. Özünüzlə, həqiqi mənliyinizlə savaşmaq demək və bunun bədəli var. O zaman yaxşı heç nə gözləməyin. Çünki bağışlamayan insan yaxşı hər şeylə isyandadır. Razılaşın da, deyin, hə, mən bağışlamıram və bədəllərinə də razıyam. Çünki siz bunu başa düşmədiniz, o qanun işləyir. Necə ki, biz qırmızıdan keçdik, cəza gəlir. O demək deyil ki, qırmızı svetofor bizi incidir. Yox, əslində o var ki, bizi qorusun. Düzdür, bütün qanunların əsas işi bizi qorumaqdır. Və biz bir şeyi də bilərək eləyiriksə və biləndə ki, o bizə zərər verir və yenə də onu davam elətdiririksə və onu həll eləməyi seçmiriksə, o zaman bədəlinə razılaşmışıq deməkdir. Ana-atanın duyğularını kopyalayıb yaşatmaq məsələsi varmı psixologiyada? Uşaqlar ana-atanın bütün duyğularını, hisslərini, inanclarını avtomatik kopyalayırlar. 14 yaşına kimi uşaq birbaşa ananın bütün hisslərində yaşayır, inanclarında yaşayır. Kvant terapiya nə üçündür?
Yəni bu sizə nə lazımdır tam olaraq? Mən ölmək istəyirəm xanım, nətər eləyim? Bu ən böyük manipulyasiyadır. Bax, indi oyunlar oynayırsınız. Mən diqqət çəkmək üçün, sevgi almaq üçün, dağıtmaq üçün. Bura deyil manipulyasiya yeri. Kvant haqqında bilirsiniz, nə sistem var? Siz konkret nəyə həll eləmək istəyirsiniz? Kvantı bilmək sizə nəyi verəcək? Bilirsiniz, ən çox belə mistik görünən texnikaları insanlar niyə sevirlər? Yəni mənim kursumda kvant praktikası var. Sadəcə reallıqdan qaçıb məsuliyyəti götürməmə, bir şey həll eləməmək üçün özlərinə yəni ki, mistik bir hansı mən texnikanı eləsəm mənim dünyam dəyişir. Sizin düşüncələriniz, hissləriniz, inanclarınız, daxili ssenariləriniz dəyişmədiyi müddətcə həyatınız dəyişmir əzdəmə. Qorxudan çıxıb sevgidə olmadığınız müddətdə huzurda deyilsiniz də. İstədiyiniz olsa da onun dadını duzunu çıxara bilməyəcəksiniz. Mən ürəyimdə bağışlasam olar, sadəcə bağışlayım, onu bir daha görməyim. Hə, əlbəttə ki, yəni bağışlamaq o demək deyil. Görürsünüz, bağışlamağın özü ilə bağlı belə nə qədər insanlar həqiqəti bilmirlər. İnsanlar elə ki, bağışlamaq o deməkdir, mən gedirəm, kiminsə qabağında baş əyirəm, diz çökürəm, deyirəm, sən Allah bağışla ki, sən məni incitmisən, məni filan əzablara duçar eləmisən, çox sağ ol, əlini ayağını öpürəm. Bağışlamaq belə bir şey deyil. Bağışlamaq odur ki, mən içimdə filan problemi daşımıram, qəlbimdə buraxıram onu. Nə vaxt buraxırsınız? Səbəbini biləndə də, yəni başa düşürsünüz ki, əslində bunun zərəri nədir, faydası nədir? İnsan nə vaxt bağışlamır, həqiqəti bilməyəndə, yanlış mənalandırma verəndə. Ego daim qorxuda olanda, qorxuda olan adam bağışlamır, deyir, təhlükədir, mənə zərər gələcək. Ona görə bağışlayıram, deyir, amma bilmirdi. Çünki sistemi var onun. O sadəcə mən bağışladım, bitdi deməklə deyil. Bədən bağışlamırsa, sözlərlə ha bağışlayıram deyin. Bağışlamaq da o demək deyil ki, siz qarşı tərəfə, siz içinizdə buraxanda o insan da buraxır. Və dediyim kimi də bağışlamaqla sərhəd qoymaq başqa şeydir. Kimsə tutaq pis vərdişi var, söyür, təhqir eləyir də, gəzir, onun xasiyyəti elədir. Yəni necə də o elə insandır. Əgər o sizi incidirsə, siz ona sərhəd qoya bilərsiniz. Amma bağışlaya bilər. Yəni bağışlamaq düşmənçilik eləmirəm, təhlükə görmürəm, ondan qorunmuram, onu buraxıram. O belə adamdır, onun ağrısını görürəm, buraxıram. Amma mən hər gün onunla danışmaq məcburiyyətində deyiləm. Sərhəd qoyuram. Bağışlamaq da burada olan bir şeydir. Həqiqi bağışlamağın da öz qaydaları var. Sinir sisteminiz kimi gəldi, necə gəldi bağışlamır da başa düşmədi. Çünki onu kodlayıb ki, təhlükə var. Onu sakitləşdirməsəz ki, təhlükə yoxdur, o buraxmayacaq. O sizi qoruyur. Bağışlamadan hər şey sorursam, necə qoruyuram səni. Nədən qoruyursan? Qorxudan. Hansı qorxudan? Yanlış mənalandırdığın qorxudan. Olmayan bir şey varmış kimi inanmısınız, ondan qorunmağa başlayırsınız. O da sizin içinizdədir. Çöl dünyanın əlaqəsi yoxdur. Başa düşürsünüz, niyə huzur tapa bilmir insan? Çünki həqiqətdə olan heç nə sizi incitmir. Bağışlamaq qəbul eləmək demək deyil, sadəcə özünün rahatlığı üçündür. Bəli, azadlıq üçündür. Bağışlamayan insan azad insan deyil, qul körədir. Bolluğu necə artırım? Bolluqla bağlı inanclarınızdan qurtulun və ən asan yolu şükür eləməyə başlayın. Bir gün, 2 gün yox. Bolluğu görənə qədər şükür edin. Necə bağışlayın? Onu da kursda eləyir əzdəməm. O balaca bir mövzu deyil. Onu mən bağışladım, getdi bədən bu. İlahi sistemi keçirir.
Güney xanım yazıb bahalıdır özü ölmək. Ayşə xanımın kursu ölməkdən ucuz olacaq. Valla gəlin kursa. Güney xanım o cümləni quran adam heç vaxt o hərəkət eləmir biləsiniz. Heç vaxt. Bir insan o cümləni qurursa, o deməkdir ki, mənə diqqət verin, məni görün, mənə sevgi verin deyir. Sadəcə özünü seçməlidir o insan. Başa düşməlidir ki, manipulyasiya işləmir. Başqa birini hədə qorxu eləyərək istədiyini ala bilmir insan. Bunun fərqinə varmalıdır. İlahə Hacıyeva yazır, bir insan çox yalancıdırsa nədən irəli gəlir? Əgər biri sizə yalan danışırsa, o demək ki, siz həqiqətləri qəbul eləmişsiniz, doğrularla razılaşmırsınız. Sizə bir insan nə vaxt yalan danışır, gəlir doğrunu deyir. O doğrunu deyəndə siz orada qəbul eləmədiniz. O insan qərar verir, hə, deməli mən ilahəyə doğrunu deməməliyim, o qəbul eləməyəcək. O ancaq eşitmək istədiyini ona deməliyəm və gəlir eşitmək istədiyini deyir. Bu bir cür yalandır. İkincisi, yalandır, bağ yoxdur, inam, güvən yoxdur. Və sonra da ki, bu yalan mənə nəyi göstərir, nəyi öyrədir. Mən özüm orada yalan danışıram. Bağışlamaq yox, şəma terapiyalarında anlamaq qarşısındakı insanı daha çox rahatladır. Sizə görə elədirsə elədir. Allaha yaxın olmaq, Allahla birləşmək, insanın özü ilə birləşməyin təməlində bağışlamaq dayanır. Və bu dünyaya gəldiyiniz əsas məqsədlərinizdən, missiyalarınızdan biri də bağışlamağı öyrənməkdir. Bağışlamağı bacarmayan insan bu dünyada yaxşı heç nə görə bilməyəcək. Egodan, təkəbbürdən, insanları yalnız hərəkətlərinə baxaraq dəyərləndirmək, köldən dəyərləndirmək, bu deməkdir ki, insan kim olduğunu bilmir, qarşı tərəfində kim olduğunu bilmir. Əzabdan çıxmağın ən önəmli yollarından biri bağışlamaqdır. Çünki bu dünyada insan ancaq və ancaq bir nəfəri bağışlayır. Çünki ancaq bir nəfər də günahlandırır. Özünü. Sizə elə gəlir ki, siz ananı bağışlayırsınız, atanı bağışlayırsınız, yoldaşı bağışlayırsınız, kimisə. O bağışlamıram dediyiniz şeydə əslində özünüzü günahlandırırsınız. Günah da cəza gətirir, cəza əzab gətirir. Bağışlamaq bütün bu sistemi dayandırır və onun daha dərini var. Ayşə xanım, oxuyun siz Allah bu təbiəti qoruyaq profilini. Nə yazıb? Bizim arvad sizin yanınıza gəlməlidir mütləq. Profildən keçin Telegrama, göndərin yoldaşınıza. Üzündəki nura bax, sağ olun. Sizcə ideal yaş fərqi necə olmalıdır evlənəndə? Əsas dəyərlər üst-üstə düşsün istəməm. Hədəfləriniz, məqsədləriniz, qadın nə verəcək münasibətdə? Siz münasibəti yaş nə qədərdir deyə girirsiniz. O münasibət deyil. Bağ olmalıdır. Yaş önəmli deyil. Heç nə önəmli deyil. Burada bağ olmalıdır. Bağ olmaq üçün daxili dəyərlər üst-üstə düşməlidir. Bir-birinizi hiss eləməlisiniz. Birinci bədən bəyənməlidir. Avtomat ilk gördüyünüz an bir-birinizi bəyənməlisiniz. İlk 3 saniyədə bəyənmədinizsə, sonra beyin başlayır qoşulmağa. Ay bunun işi var, gücü var, bunun təhsili var, o var, bu var. Başlayırsınız özünüzü ikna eləməyə. Burada ilk bəyənmə bədəndə olur. Sonra gəlir məntiq, sonra ruhla birləşirsiniz, qəlblə birləşirsiniz. Arvad deyiləni dərk eləmirsə, kosmosa da uçsa xeyri yoxdur. Məcbursan Allah xatir səbr eləyib yaşayasan. Kursa göndərin. Göndərin kursa dərk eləyəcək. Elektrik almaqdır əsas. İlk də yəni bəyəndim deməsidir. Çünki o hansı ailələrdə ki çox davalar düşür, onları məsələn statistikamda da görürəm. İnsanlarla işləyəndə də
İlk dəfə baxan deyirdi bu mənim adamım deyil. Sonra başlayır həyatı boyu özünə sübut eləmək ki, o mənim adamım deyil. Kim ki deyir ki, hə biz bəyəndik, sevdik, o münasibətdə problem olanda onu həll eləmək asandır. İlahi xanım yazıb, bayaqdan canlıda səbirlə sizi dinləyirəm bezmədən. Sizin kursu mütləq keçmək lazımdır. Buyurun gəlin, profildən keçirsiniz Telegrama, oxursunuz şərtləri, qoşulursunuz kursa. Bizim hansı tərəfimizsiz, bizə nəyi yansıdırsınız sizcə? Nə güzel sualdır o ya. O sualın cavabı sizdədir. Siz nə vaxt həqiqi özünüz olmaq istəmisiniz? Nə niyyət qoymusunuz ki, indi məni dinləyirsiniz? Mənim missiyam qadınlara Allahın onları yaratdığı halına gətirməkdir, dəyərli hallarına. Bütün cavablar oradadır. Çünki xoşbəxtlik, sevgi, huzur, birlik, sülh, rahatlıq, hamısı orada, biz əslində onu axtarırıq. Hər şeydə onu axtarırıq. Və ona mane ol, əslində onlar hamısı sizdə var. Problem nədir? Onlara mane olan inanclar, qorxular, ssenariləriniz var. Onlardan çıxan kimi avtomatik o sizin təbii halınızdır. Siz özünüzə qayıdırsınız, özünüz olursunuz. Ki bütün insanlıq özü olmaq istəyir. Maskalardan yorulub insanlar, özlərinə aid olmayan ssenariləri daşımaqdan beziblər insanlar. Və bütün dünya onun missiyasıdır da, yəni ona gəlmişsiniz özünüzü tanımağa. Sizi canlıda görmək çox gözəldir, nə gözəl. Bütün arvadlar sizin yanınıza gəlməlidir, hamısı dəlidir. Elə yanaşmayın da. Fərdi missiyamızı necə öyrənək? Kursa gəlirsəz mən. O fərdi missiyaya gələnə qədər o qədər qorxulardı. İndi mən sizə fərdi missiyanızı desəm, siz başa düşməyəcəksiniz. Çünki qorxularınızdır sizi idarə edir. Yanlış inanclar çox olanda missiyaya gəlmək olmur. Əgər düşünürsünüz ki, yoldaşım nədir, qaynana belə elədi, pulu hardan tapım, uşaqlara necə baxım, sizin beyniniz fərdi missiyanı deyir ki, hələ mən öz problemimi həll edeyim, sonra fərdi missiyaya keçərəm. Bir təmizlənin, bir keçmişi buraxın, bir oyanın, bir güclənin, bir özgüvəninizi, öz dəyərinizi bir qəbul eləyin. Ondan sonra biləcək, o zaman eşitməyə, başa düşməyə, qəbul eləməyə hazır olacaq. Hələ o etapı, o kıvama gəlməyə lazımdır. Çox savadlı, məntiqli dərslər. Qrupumdasınız, evdəniz. Salam xanım, belə çıxır ki, kişilərin seanslara ehtiyacı yoxdur. 365 günlük sevgi möcüzəsindən hər kəsin ehtiyacı var. Bütün yaradılışın ehtiyacı. Çünki o yaradılışla işləyir və orada çox kişi də var. Çox yox, amma qrupumda 100%-in bir 5%-i kişi olar, 95%-i qadındır. Münasibətə sırf qadın cavab verir. Onun üçün xüsusi kurs qoymuşam, hədiyyə vermişəm dəyərli qadına. Əgər kişi huzurda deyilsə, narahatdırsa, yaradanla bağı yoxdursa, öz gücünü bilmirsə, qorxular içindədirsə, yanlış inanclardadırsa, 365 günlük sevgi möcüzəsi kursu hər kəs üçündür. Amma sırf münasibətdə orada məsuliyyət qadındadır, ona görə o qadınları çox deyirəm. Pul qazanmağa kişi cavabdehdir. İşində, gücündə problem varsa, o məsuliyyəti kişidədir. Ancaq münasibətin abu havası kişinin yönləndirməsi o qadının məsuliyyətindədir. O da şəfalı olmayan qadın, özünə dəyər verməyən, özünü sevməyən, uşaqdan travmalı qadın onu verə bilmir. Amma əziyyət çəkir, sonra qarşı tərəfdən gözləyir. Qadın şəfalanan kimi münasibət şəfalanır, uşaqlar şəfalanır. Mənim kimi gözəl qadının yanında yoldaşından başqa xanımlara baxır. Nə edim, dalaşmayım, evi tərk etdi. Nar çiçəyi, bax bu onu danışıram, bunu dəyərli qadında əlləyirsiniz. Çünki qadınlar, bax siz elə bilirsiniz ki, mən gözələm, qəşəngəm, sevsi yoldaşın başqa qadına baxmamalıdır. Yoldaşınıza görüntü lazım deyil, təsəvvür edirsiniz. Görüntü gözəldir, amma ona təkcə görüntü lazım deyil. Bu
Bu uşaq pozisiyasıdır. Mən gözələm, məni sev, məni olduğum kimi qəbul elə. Siz kişinin daxili ehtiyaclarını bilmirsiniz, qorxularını bilmirsiniz, narahatlığını bilmirsiniz. Ona təsir edə bilmirsiniz, ancaq dağıtmaqla məşğulsuz. Tələb edən pozisiya, vermirsə, kişi ac qalır, duyğunuzu, siz onu qidalandırmalısınız, qidalandırmırsınız. Ona deyirsiniz ki, gözələm, özün elə. Sonra da o da gedir, axtarır. Sonra onu günahlandırırsınız. Siz öz gücünüzü bilmirsiniz, başa nə üçün olduğunu başa düşürəm. Siz baxsam ana ata bir-birinə verməyib də hardan öyrənəsiniz, necə başa düşəsiniz? Nə görmüsünüz onu da yansıdırsınız. Amma xoşbəxt deyilsiniz, axı narahatsınız, incinirsiniz. Bəs kim həll eləyəcək bu məsələni? Kişi eləməyəcək də. Deməyim odur ki, bütün qadınların isyanı odur ki, kişi dəyişsin, məni xoşbəxt eləsin. Əziz qadınlar, bu kişinin vəzifəsi də eləməyəcək, gözləməyin. Eləməyəcək kişi. Bunu siz ya məsuliyyəti götürürsünüz, içinizdə prosesi həll edirsiniz, kişiyə verirsiniz, istədiyinizi alırsınız, ya da siz ömrü boyu kişiləri günahlandıra gəzirsiniz. Eyni şeydə uşaqlarınızı öyrədirsiniz. Necə ki, sizi öyrədiblər. Heç kim dəyişmir. Angel, siz dəyişməyi seçmirsinizsə dəyişməyəcəksiniz. Bizim bədənimiz 7 ildən bir bütün dəyişim gedir. Nə danışırsınız siz? Sadəcə düşüncəni dəyişəndə həyat dəyişir. Necə heç kim dəyişmir. Sizin üçün dəyişmək təhlükəlidir, ona görə ora girmirsiniz. Amma o demək deyil ki, dəyişmirlər. Hər kəs dəyişir. Hər kəs dəyişir. Biz valideynlərin qapaz övladı üsyan edirsən deyirlər, hayasızdır. Ay. İndi onu həll edirsiniz də, görürsünüz, onu həll eləmək lazımdır. Yoxsa ötürəcəksiniz uşaqlarınıza. Şu əzizlərim mən, bugünü bu qədər. Özünüzə yaxşı baxın. Kursa qoşulmaq üçün də profildən keçirsiniz Telegrama, oxursunuz məlumatları, özünüzü test edirsiniz. Gəlirsiniz, bağlı qrupdadır. Həm dərslər qrupumuz var, həm chat. Suallarınızda Mahirə xanıma yazırsınız. Xahiş edirəm, direktimə yazmayın. Direktimə cavab vermirəm, oxumuram. Direktimə yazıb məsləhət istəməyin. Direktdə heç kimə heç bir məsləhət vermirəm. Sadəcə direktə baxıram. Orada məsələn yaza bilərsiniz ki, link açılmadısa neyiniyim, mən sizə Mahirə xanımın səhifəsini göndərirəm. Ancaq kursa qoşulmaqla bağlı yaza bilərsiniz. O da gəlirsiniz Telegrama, orada bütün məlumatlar var. Qoşulursunuz, şəfalanırsınız. Təşəkkür edirəm. Mən də hər birinizə təşəkkür edirəm. Siz də çox sağ olun. Bax, necə tez keçdi. Bəli, Gülnar xanım, elədir. İçimdəki uşaq mənimlədir. Var olun, paylaşmışsınız səhifənizdə. Özünüzə sevgimli, möhtəşəmdir. Əla. Hər gün bir dərsin keçin, çox böyük dəyişim olacaq həyatınızda. Kimlər ki keçib mənə yazırlar ki, çox önəmli kursdur, həqiqətən çox dəyərli dəyişim kursudur. Onu həm də bağlı qrupda da, chat qrupunda da əlavə gündəlik də verirəm ki, disiplinli olsun, hər gün bir dərsini eləyəsiniz. Əsas dərslərdən əlavə onlar da verirəm. Gecəniz xeyrə, özünüzə yaxşı baxın. Vaxtım olduqca sizinlə burada efir eləyəcəm. Görüşərik.